Bismillahirrahmanirrahim. Xoş gördük əziz izləyicilər. Mübarək Ramazan ayında Allah hər birinizin ibadət itaətlərinizi qəbul eləsin. Bizləri bu ayın bərəkətindən bir nəsib eləməsin inşallah. Və bu ayda islah olan bəndələrdən Allah hər birimizi qərar versin və bu söhbətləri hər birimizin qəlbində təsirli eləsin inşallah. Hüsn-i-zənn barəsində bugün danışmaq istəyirəm. İnsanlara qarşı hüsn-i zəndə olmaq haqqında danışaq. Hüsn-i zənn, yəni insanlara qarşı gözəl zəndə olmaq, gözəl fikirdə, düşüncədə, gümanda olmaq. İnsanlar barəsində pis gümanda olmayaq. Əvvəla Allah bizi dəvət eləyir özü barəsində hüsn-i zəndə olmağa. Ki bizlər Allah barəsində hüsn-i zəndə olaq. Gözəl düşüncədə olaq, gözəl fikirdə olaq. Allah buyurur ki, bəndəm mənə nə düşüncədədirsə, mənə qarşı zənni nədirsə, mən də ona uyğun onunla rəftar eləyərəm. Hədis var məsumlardan ki, Allah barəsində hüsn-i zəndə olun ki, Allah da o zənninizə uyğun sizinlə rəftar eləsin. İnsan daim bu zəndə olsun Allah barəsində ki, Allah məni sevir, Allah mərhəmətlidir, Allah məni bağışlayır, Allah mənə ruzi verir, mənə neymət verir, çətinliklərimi həll eləyir. Bu düşüncədə olsun ki, Allah da həqiqətən də bu işləri ona mərhəmət eləsin, nəsib eləsin. Və bizlər eyni ilə başqaları barəsində də hüsn-i zəndə olmağa çalışaq. Başqalarına qarşı münasibətlərimizi gözəlləşdirən bir mexanizmdir bu. Başqalarına qarşı nə qədər suizən eləsək, yəni pis fikirdə olsaq, pis düşüncədə olsaq, bir o qədər öz ziyanımızadır. Öz ziyanımızadır və münasibətlərimizi korlayan əsas düyünlərdən biri budur ki, biz başqalarına qarşı o qədər bədgümanda oluruq, onlara qarşı o qədər mənfi fikirlərdə oluruq, deyirik ki, özümüzdən senaryolar qururuq beynimizdə ki, mən indi gedəcəm filan yerə, onunla qarşılaşacağam, o mənə belə deyəcək, mən ona belə deyəcəm. Amma gedirsən, görürsən ki, əslində o düşündüyüm, o qurduğum o fikirlərin, düşüncələrin heç biri olmadı. Sən demək, o mənə qarşı bu fikirdə də deyil, mən ona qarşı belə suizəndə olmuşam. Yəni, mənfi fikirdə olmuşam, pis düşüncədə olmuşam. Amma insan qarşı tərəfə, insanlara hüsn-i zəndə olsa, gözəl düşüncədə olsa, bu münasibətləri düzəldəcək, mənəvi bir təsiri olacaq, insanlar arasında münasibətlər düzələcək. Qeybətin də qarşısını alan ən mühüm xüsusiyyət budur. Qeybət odur ki, insanlara qarşı o qədər pis fikirdə olursan, suizəndə olursan, axırda onlar haqqında danışırsan, onların arxasınca danışırsan, onlar haqqında olmayan eyibləri onlara nöqsan verirsən. Hətta olan nöqsanları da bir ortamda oturursan, danışırsan. Qeybəti də yaradan insanlar barəsində bizim mənfi fikirdə olmağımızdır. Amma insan hüsn-i zəndə olsa başqaları barəsində, gözəl düşüncədə, gözəl zəndə olsa, belə insan başqaları haqqında qeybət də eləməz. Başqalarının haqqına girməz, başqalarının eyiblərin, nöqsanların danışmaz. Və bunun bir mənəvi təsiri budur ki, istər-istəməz münasibətlərə təsir göstərəcək. Qarşı tərəfdə sənin münasibətinə baxacaq və sənə qarşı mehriban olacaq, yaxşı fikirdə olacaq, yaxşı düşüncədə olacaq. Ona görə də Allah barəsində hüsn-i zəndə olaq ki, Allah da bizim zənnimizə uyğun bizimlə rəftar eləsin və insanlara qarşı da hüsn-i zəndə olaq, gözəl fikirdə olaq ki, münasibətlərimiz düzəlsin. Belə olanda hamının yanında insan dəyərli olur. Hamı insana məhəbbət bəsləyir, hamı səni sevir. Möminin də xüsusiyyəti belədir. Mömin gələndə insanlar onu görəndə sevinməlidirlər. Şadlanmalıdırlar, şad olmalıdırlar. Çünki mömin başqalarını da sevir, onlar haqqında da yaxşı düşüncədədir. Hətta bir nəfərin eybini, qüsurunu gördün, hədisdə var ki, onu 70 yerə yozmalısan, deyir, bir şey də tapmasan, özünü günahkar çıxart ki, mən bir şey tapa bilmədim, amma səbəbsiz olaraq onun haqqında bu düşüncədə oldum.